Getdim dalıcan axtardım, nə qədər axtardım tapa bilmədim. Satmışdı qəssaba. Bu qədər qoyun hamısını verməyim, mən görürəm. Aynı 20-si günü mənim oğlum Ramiz Rüstəmov heyvanları apardı örüşə, gəlmədi. Getdim dalıcan axtardım, nə qədər axtardım tapa bilmədim. Sonradan məlum oldu ki, qonşum Camaləddinin oğluna qoyunları satıb, o əlindən alıb aparıblar. Nə təri olubsa, yoxdur qoyunlar. Nə də uşağı yoxdur. Ancaq bu gecə getdim qoyunları Xırdalan şəhərindən satmışdı qəssaba. Getdim aldım, götürdüm gəldim. 72-də. 13 dənəsini satıblar. Qəssab özü dedi ki, kəsməyəcəm, satmayacam. Yox, getməyib, heç yana getməyib. Yəni qohum evinə getməyib. O hardasa indi şəhərdə yatdadır. Yəni mən elə başa düşürəm. Ya, mən özüm bazara qoyun aparırdım satmağa, qoymurdu. Deyirdi ki, satma ilə qoyunları artıraq. Cəmaət deyirdi, qoyun alıb artırır, qoyunu öz satırsan deyir. Və belə söhbət olur deyirdi. Gittim gördüm ki, gecə saat 3-də atı bağlayıb ora, yəhəri yüzəni orada, papağına kən, qoyun qaçısına kən, hamısı orada, bu özü yoxdur. Onlar elə gördüm, yığıldınız bura, yığılmışsınız, elə qapıya çıxıram, mən də darıxdım bunu. Dedim, gedim görüm nə məsələdir bu, qonşu yoxda. Şimdi yoldaşı yanında dayanmışdı, dedi belə, qoyunlar gedib, hamısı götürüb aparıblar. Nə danışsan, dedi, vallahi beləncələ. Ondan sonra görmüşüm 5 yaşlıya satmağı, deyirdi, hər şey yox, cəhənnəm. Bu qədər qoyun hamısını verməyim, mən görürəm sizə. İndi eşidirəm məsələn. O da uşaq verdi, dedi, vallahi qonşunun qoyununu aparıblar. Xəbərin yoxdur, dedim, yox. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.